Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Vessalatu vesselamu ala Resulillahil Emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibinat tahirinel masuminel mükerremin. Siyumel huccah bekiyetullah fil aradin. Usikum ve nefsi bi tegvallah. Size ve özüme ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Bugün birinci xutbədə din və onun gözəlliklərindən danışmaq istəyirəm. Din və dinin gözəllikləri. Bu bəhsi başlamağın səbəbi var. Neçə səbəb var. Biri budur ki, bir insan dinin gözəlliyini dərk eləməsə və yaxud dindən ləzzət almasa, o insan ya dindən qaçar, dinə üst tutmaz və yaxud da dində qalar, amma güclə qalar. Gözü dünyada ola dində qalar və yaxud da dində qalarsa ucub xəstəliyinə düçar olar. Ucub hansı xəstəlikdir? Ucub insanın öz əməlindən razılığına deyilir. Ən böyük bəlalardan biridir. İnsanın öz yaxşı əməlindən razı olması ucub xəstəlikdir. Və çox insan da bu xəstəlikdən sığortalanmayıb. Təhlükəli bir xəstəlikdir. İnsan dinin faydasını bilsə, dinin gözəlliyini bilsə, dindən ləzzət alsa, özünü dinə və Allaha borclu bilər. Həmişə özünü borclu hesab eləyər. Mən bir şey xahiş eləyim, mümkün qədər xütbə zamanı namaz qılmayın. Çünki xütbə dinləmək vacibdir, namazın tərkib hissəsidir, cümə namazının. Ona görə də cümə namazı qılınan zaman xütbəni dinləmək lazımdır. Namazları sonra qılarsınız. İstər zöhr əsr namazı olsun, istər başqa müstəhəb namaz. Xütbədən fəzilətli deyil heç bir əməl xütbə zamanı. İnsan dinin ləzzətini bilsə, dinin gözəlliyini tanısa, dindən ləzzət alsa, özünü dinə və Allaha borclu hesab eləyər. Amma dindən ləzzət almasa, gördüyü işi böyük bir iş hesab eləyər. Çünki ağır gəlir ona dini hökmlərə əməl eləmək. Ona görə də buna əməl elədikcə, deyər ki, mənəm ki, məsələn, bu işlərin öhdəsindən gəlirəm. Elə bil ki, özündən razılıq yaranar. Din nə qədər acıdırsa, çətindirsə, ona əməl elədikcə adam özünü nəsə hesab eləyir. Din nə qədər şirindir və gözəldirsə, insan dindən ləzzət aldıqca özünü dinə borclu hesab eləyir, özünü Allaha borclu hesab eləyir. Bu, vacib bir mənəvi nöqtədir bu mövzuda. Dinin gözəlliyi mövzusunun bir ictimai faydası da var. O ictimai fayda nədən ibarətdir? Onu da açıqlamaq istəyirəm sizə. Bugün dünyada dinlə dinsizliyin mübarizəsi gedir. Bu artıq hamıya aydındır. Dünyanın hər bir yerində ideoloji müstəvidə, bütün müstəvilərdə dinlə dinsizlik davası gedir. Dindən dən vursalar da bəziləri, əslində biz dinsiz bir dünya ilə qarşı-qarşıyayıq. Dinlə dinsizliyin davasının şahidiyik
müasir dönəmdə. Və bu dinsizliyin əsas silahı nədir? İstəyirəm diqqətli olasınız. Xüsusən gənclərə də, hamıya müraciət eləyərək bunu deyirəm. Bunu bilməyimiz vacib, lazımdır bizim. Hər birimizin bilməyimiz lazımdır. Dinsizliyin, dünyapərəstliyin əsas silahı nədir? Dünyanı bəziyib insanlara təqdim edirlər bugün. Və insanları tora salırlar. Dünyanı bəziyirlər. Əslində biz dünyanın reallığına yox, təqdimatına valih oluruq. Dünyanın reallığı göstərilən qədər gözəl deyil. Təqdim olunan qədər gözəl deyil. Bugün təqdim olunan dünya ilə real dünya arasında ciddi fərq var. Real dünya təqdim olunan qədər gözəl deyil. Puç və boşdur. Bugün o küfrün və dinsizliyin ən tutarlı silahı dünyanı zinətləndirib insanlara təqdim eləməkdir. Və insan bu dünyanın təsirinə düşür və valih olur. O qədər gözəl cilvələndirir gözdə ki, həqiqətdə o qədər də gözəl deyil. İnsanlar psixoloji baxımdan onun təsirinə düşürlər. Şeytan demişdi, bunun hamısını öyrənməliyik. Quran bu üslubları bəyan eləyir. Bəzən sadə dillə deyir, amma böyük şeylərdən xəbər verir. Şeytan demişdi ki, mən dünyanı onların gözündə zinətləndirəcəm. Yəni, şeytanın silahlarından biri budur. Buna elə belə yanaşmayaq. Deyir ki, mən dünyanı onların gözündə zinətləndirəcəm ki, alladıb apara bilim. Dünyanı bəziyəcəm. Müasir texnologiyaların inkişafı ilə şeytan üçün bu işi görmək daha asan olub. Təbii ki, biz demirik texnologiya pisdir. Bunu heç ağıl başında olan adam deyə bilməz. Texnologiyaların inkişafı müsbət tendensiyadır və bu qarşısı alınmaz bir haldır və din də bunu təşviq eləyir, buna istiqamətləndirir. Sadəcə olaraq texnologiya şeytanın vasitəsinə çevriləndə artıq dünyanı bəzəməklə məşğul olur və keçən əsrlərdən daha çox müvəffəqiyyətlər əldə edirlər. Onun hədəflərinə xidmət eləyir. Görürsən, puç şeyləri, o filmlərə baxırsan, necə gözəl təqdim eləyir, insanlara düşünmək fürsəti vermir, insanı özünə valih eləyib aparmaq istəyir, ovlamaq istəyir. Müxtəlif texniki vasitələrlə. Nə qədər gücləri var, dünyanı zinətləndirib, gözəl təqdim eləmək istəyirlər. Olduğundan daha gözəl. Mən demirəm, dünya yaradılış çirkindir. Xeyr, lazım olduğundan daha çox əlaqə yaratmaq, daha çox cəzb eləmək. Və onun da başqa hədəfləri var ki, o hədəflərə toxunmaq istəmirəm. Müasir dövrdə dinin bu təbliğatın qarşısında dayanması üçün, bu qədər təbliğatın qarşısında dayanması üçün diqqətinizi bu şeyə cəlb eləmək istəyirəm. Müasir dövrdə dinin bu təbliğatın qarşısında dayanması üçün dünyapərəstlərin təqdim elədiyi gözəlliklərin qabağında din də gərək öz gözəlliklərini təqdim eləsin. Başqa bir yol yoxdur. İnsanlar görsün ki, din daha gözəldir və doğru seçim eləsin. Həmişə dünyapərəstlərin müqabilində dəlil və məntiq gətirmək effektiv olmur. Onlar gözəlliyi göstərir, biz dəlil gətiririk. Yox, bu belə deyil, yox, bu elə deyil. Dəlil, məntiq öz yerində, amma həmişə effektiv vasitə sayılmır. O gözəlliyi göstərir, biz danışıb onu batil eləməyə çalışırıq. Tutaq ki, məntiqimiz tutarlı da olsa effektiv olmur, təsirli olmur. O gözəlliyi göstərir, sən daha gözəlini göstərməlisən ki, cəzb eləyəsən. Belə bir dünyada yaşayırıq biz. O gözəl olmayanı gözəl göstərir, sən gözəli gözəl göstərə bilmirsən. Sən başlayırsan dəlil, sübut gətirməyə ki, yox, belə deyil, elədir. Dəlillərin də hamısı düzdür, amma eşidən yoxdur dəlilləri. Gərək gözəl din təqdim eləyəsən. Gözəl din deyəndə din mahiyyətcə gözəldir, onu təqdim eləyə biləsən. Bəzən məntiqi bəhslər yorucu olur insanlar üçün. O göstərir, çəkir, sən danışırsan. Səni dinləyən yoxdur. O gördüyünə tərəf gedir insan. Gördüyünün dalıca gedir.
O deyir, mənim dünyam gözəldir, sən cavabında deyirsən ki, mənim axirətim daha gözəldir. Biz belə cavab veririk. O deyir, mənim dünyam budur, sən də bir söz tapmırsan, deyirsən, hə, amma mənim axirətim daha gözəldir. Amma bacar belə göstər ki, mənim dünyam da sənin dünyandan daha gözəldir. Bunu biz bacarmırıq. Bizim əsas axsayan yerimiz budur. Ki, nəinki axirətim, mənim dünyam da sənin dünyandan daha gözəldir. Axı, gözəl deyil, necə yalandan deyək? Çünki biz başa düşməmişik bu dinin gözəlliyini. Və dinin gözəlliyi ilə həyatımızı, dünyamızı gözəlləşdirə bilməmişik deyə biz ancaq axirətə istinad edirik. Deyirik, nə olsun sənin dünyan gözəldir, amma ziyanlıdır. Dindarlarda mən fikir vermişəm, yəqin burada hər biriniz təsdiq eləyərsiniz mənim sözüm. Dindarlarda bir qəriblik hissi yaranır müasir dünyada. Bir qəriblik hissi yaranır, bir kompleks yaranır bizdə. Biz həsrətlə onlara baxırıq aşağıdan yuxarı və axirətlə bu həsrəti yatırtmaq istəyirik. Əslində biz onlara qibtə eləyək, güya onların, bunu hamıya aid eləmirəm, ümumi vəziyyətdən danışıram. Ola bilər ki, insanların bəzisi elə də deyil, amma ümumi belədir. Yəni, onlar keyf çəkir güya, biz həsrətlə baxırıq, əlimiz ona çatmır, axirət ümidi ilə bu həsrəti söndürmək istəyirik içimizdə. Belə bir yanaşma var dindarların içində. Dinin gözəlliyini tanıyıb tanıtdırmaq olduqca önəmli məsələdir. Dini gözəlliyin mənbəyi kimi tanıyaq və belə təqdim eləyək. Dinin gözəlliyinə insanlar valeh olsunlar və din cəzb eləsin insanları. Yoxsa onlar gözəlliyi göstərir, saxta gözəllik, şişirdilmiş gözəllik. Sən məntiq gətirirsən, sən dəlil gətirirsən. Eşitməyəcəklər səni. Din ilk növbədə haqq olması ilə bərabər, insanı xoşbəxt eləməsi ilə bərabər, din ilk növbədə gözəldir, ləzzətli və şirin bir məfhumdur. Bunu dadmaq lazımdır. Bunu dadıb və rəftarınla, davranışınla insanlara göstərmək lazımdır. Onda hamı dinin qarşısında təslim olar. Çox insanlar sözə yox, görünüşə baxır. Aydındır. Sözdən çox görünüşə diqqət edirlər. Gözəl sözlər danış burada bir saat, amma əməlində, həyatında bir gözəllik görməsələr, sözlərin faydasızdır. Ona görə bugün ictimai zərurət var bu mövzulara. Bu mövzunu araşdırmağa, dərk eləməyə bir vacib, belə deyim, bir məsələ kimi yanaşmalıyıq. Bir şəri vacibat kimi yanaşmalıyıq. Dini gözəl bir həqiqət kimi tanıyaq. Din sayəsində gözəl yaşayaq və bu gözəlliyin təsirinə salaq dünyanı. Cəmaatı ovlamaq üçün yox, onlar kimi. Bizim məqsədimiz kimisə ovlama yox. Cəmaatı xoşbəxt eləmək üçün. Cəmaatı saadətə çatdırmaq üçün. Biz onların yolu ilə getməyək ki, saxta şəkildə nəyisə gözəl göstərək, ovlayaq, adamlarımız çoxalsın. Bizim buna ehtiyacımız yoxdur. Bizim məqsədimiz o tək-tək insanlara bu gözəllik vasitəsilə o zövqü daddırmaqdır. O zövqü, o ləzzəti daddırmaqdır. Bu da bir vacib məsələ. Digər tərəfdən heç tutaq ki, ictimai əhəmiyyətini nəzərə almayaq. Heç tutaq ki, kimisə dinə zada dəvət eləməyə ehtiyac yoxdur məsələn. Din özü özlüyündə gözəldir axı. Din özü özlüyündə gözəldir. Kiməsə təqdim elədi ya eləmədi. Bu gözəlliyi insan dadmayıbsa dindar deyil. Dinə çətin əməl eləyən, belə deyək, acı bir şəkildə dini qəbul eləyən insan hələ din nədir başa düşməyib. Neçə il namaz qılsa da. Quran buyurur ki, وَلَكِنَّ اللّٰهِ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانِ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرِ وَالْفُسُوقَ وَالْعِسْيَانِ Buyurur ki, Allah imanı onların gözündə gözəlləşdirib və imanı onlara sevdirib. Möminlərdən danışır. İmanı sevirlər və iman onlar üçün gözəldir və küfrdən acıqları gəlir. Fiskdən, fisk yəni fasik adam deyərik. Məsələn, günaha bulaşmış insanlardan və günahın özündən acıqları gəlir bu insanların. İmanın gözəlliyini dərk eləmədən, imandan ləzzət almadan mömin ola bilməzsən.
Biz hərdən günahı sevə-sevə dinə əməl eləyirik. Dindarıq, amma gözümüz günah tərəfdədir. Və onu əməl eləyənlərə də baxırıq həsrətlə, əlimiz çatmır, deyir, eyb yox, dözək 5-10 gün. Qiyamətdə bizə, budur bizim dinimiz. Əksəriyyətin dini budur. Çünki biz dinin dünyavi tərəfini, o gözəlliklərini dərk eləyib həyatımızda tətbiq eləməmişik. Bizim dinimiz yalnız axirətimizin dadına çatan dindir. Dünyamızın dadına çatmır. Dünyamıza o gözəlliyi bəxş eləyə bilmir. Din gözəllikdir və gözəlliyini dərk eləməliyik ki, küfrün və dinsizliyin də çirkinliyini başa düşək. Biz küfrün də pisliyini başa düşməmişik hələ nədir. Adamlar var, küfürdən acığı gəlmir, amma hansısa bir günahkar insanın günahından xoşu gəlmir, acığı gəlir. Məsələn, bəzisi deyir ki, filan adamdan acığım gəlir, o, məsələn, kobud adamdır. Kobudluğundan bunun özünə ziyan dəyib, hər şeyə öz prizmasından, öz mənfəəti nöqteyi nəzərindən baxır. Bunun kobudluğundan özü ziyan çəkib, kobud adamdan acığı gəlir. Amma deyir, filan kəs heç Allaha inanmır, amma yaxşı oğlandır, yaxşı adamdır. Çünki onun Allaha inanmamağından mənə bir ziyan dəyməyib. Pislikləri özü özlüyündə pis kimi görəsən. Sənə ziyanı dəydi, dəymədi. Pisliyə, yaxşılığa da mənfəət gözü ilə baxmayasan. Bu küfürdürsə, Allahın haqqını danmaqdırsa çirkin bir şeydir. İmanın ləzzətini dadmayan insan küfrün çirkinliyini anlaya bilməz. Mən demirəm kafirləri gedək, öldürək bəziləri kimi ki, bu kafirdir, ölməlidir, partladaq, dağdaq. Bu yanaşma səhvdir. Kafirə də rəhm elə. Onun da hidayətini istə. Onun da əlindən tut. Onu da doğru yola istiqamətləndir. Amma bil ki, onun ürəyində olan o küfür çox çirkin bir şeydir. Bu nə qəlbdir ki, Allaha iman gətirməyib? O necə bir qəlbdir? Bu qəlb ki, Allah onun xəmirini tohidlə yoğurub, bu onu nə günə qoyub ki, o küfürlə dolub. Haqqın, həqiqətin, imanın, dinin gözəlliyini tanıttıra, onda onun yanında küfr eybəcər görünəcək. Biz dini gözəl tanıttıra bilmirik deyə, onlar pus dünyasını gözəl tanıttırıb təqdim eləyə bilir. Biz gözəl din qoysaq, onun yanında onlar çox cılız görünər və insanlar onların çirkinliyini görər və onlardan ikrah eləyər. Bu nöqsan bizim nöqsanımızdır. Və nəhayət, dinin gözəlliyini insan başa düşərsə, əgər dinin qədrini bilər və qorxar ki, bu gözəllik, bu ləzzət mənim əlimdən çıxmasın. Dinin gözəlliyini bilən insan dinin əlindən çıxmasından daha çox qorxar. Bu çox vacib məsələlərdən biridir. Biz qorxuruq ki, din əlimizdən çıxmasın, biz niyə qorxuruq, axirətdə dinsiz ölərik, əzab olar bizə əbədi. Bu da bir mərhələdir. Amma bir insan ki, dinin gözəlliyini bütün vücudu ilə yaşayır, dərk eləyir, o insan çox sevinir dindar olduğunu və daha çox şükür eləyir. Əgər dinin gözəlliyini insan başa düşməsə, dinə qarşı naşükür olar. Dinin şükrünü yerinə yetirə bilməz. Yadınızdadır, Ərbəyində mən bir hədis dedim və Peyğəmbərin vəfatında da o mövzunu davam elədi. İmkan olsa mən o şükür mövzusunu elə bu bəhsin içində, ya orada çox deyilməli sözlər qaldı. Mənim elə fikrimdə var ki, o mövzunu ya gələn həftədə, ikinci xutbədə, ya hər hansı bir şəkildə bu mövzu ilə də biraz əlaqəsi var deyə istəyirəm ona toxunum. Amma yadınızda da orada bir hədis dedim Peyğəmbərdən ki, Peyğəmbər buyurur ki, mən sizin günahınızdan çox naşükürlüyünüzdən qorxuram. Günahdan daha çox qorxduğum şey naşükürlükdür. Biz hərdən düz baxmırıq. Biz deyirik, biri naşükürdürsə cinayət eləməyib ki. Sadəcə şükür eləməyib, eybi yoxdur. Əsas günah eləmə. Amma Allahın Rəsulu başqa cür deyir. Deyir, günahdan daha pis şey neymətin şükrünü yerinə yetirməməkdir. Və dinə şükür eləmək üçün gərək dinin gözəlliyini dərk eləyəsən. Əgər bir şeydən biz ləzzət alırıqsa, bir şeyə əməl eləmək bizə xoşdursa, keyf eləyiriksə belə sadə dillə desək onu əməl eləmədən, ürəyimiz daha çox titrəyər ki, ilahi bunu mənim əlimdən alma. Mən bunsuz necə yaşayaram? Bu ləzzəti məndən alma, bu ləzzətdən məni məhrum eləmə. Din belə bir neymət olaraq bizim həyatımızda yer alsa, qəlbimizdə yer alsa, dinin şükrünü də daha gözəl şəkildə yerinə yetirmiş olarıq. Amma bizim çoxumuz, keçən dəfə də dedim,
Quranda ayəsi var ki, onların və qalilun min ibadiyyəş şəkur, mənim bəndələrimdən az hissəsi Allaha şükr eləyəndir. Onun dəlili bilirsiniz nədir? Dəlili budur ki, çox adam dinindən ləzzət ala bilmir deyə şükrünü də yerinə yetirə bilmir. Bir şey ki, acı bir şeydir, güclə ona əməl eləyirsən, rahat əməl eləyə bilmirsən, ona ürəklə şükür də eləyə bilməzsən. Amma bir şeydən ki, ləzzət çox alırsan, xoşluq verir sənə, bugün gündəlik həyatında, dünyanda artıq onun ləzzətini hiss edirsən, ona daha çox şükür eləyərsən və qorxarsan ki, əlindən alınmasın. İmanın gözəlliyini insan görərsə, ona qərq olar və ondan başqa hər şeyi çirkin görər. İman dairəsindən çıxan hər bir şey pis görər. Amma biz iman dairəsindən kənarda olan şeylərə həsrətlə baxırıq. Əslində imanınla aşağı bilə-bilə imana sahib oluruq. İman dairəsinə daxil olar, o gözəllik aləminə qərq olar, görər ondan kənarda olan hər şey çirkindir. Nə qədər gözəl göstərsələr də. Onda əmr bi məruf və nəhyəz münkər eləməyin başqa ləzzəti olar. İnsan özü bir gözəlliyi dadıb və görür ki, başqası bataqlıq, çirkab içindədir, daha şövqlə çalışar onu dəvət eləsin öz əqidəsinə. Çünki bu əqidədə ləzzət var. İnsan onu daddıqca istəyər başqaları ilə bölüşsün. Başqaları da o ləzzətdən dada bilsin. Onda əmr bi məruf və nəhyəz münkər vəzifəsi ki var, dinə dəvət vəzifəsi hamıya vacibdir. Onda insan onu daha şövqlə eləyər. Mən sözümü yekunlaşdırıram. Bugünkü danışdığım bir müqəddimədir. Müqəddimədir və gələn həftə Allah bizə qismət eləsə, mən ona çatmağın yollarını gələn həftələrdə bu bəhsi davam eləyər. Allah ömür versə, fürsət versə bizə ki, necə eləyək ki, buna çata bilək. Bu 2 rükət namaz 4 deyə dəst namaz al, dur namaz qıl. Bu bir prosesdir ki, insan gərək o dinin gözəlliyinə aparan yolu getsin. Deməklə də düzəlmir. Mən təlqin eləyim sizə, heç özüm də başa düşməyim, siz də deyəsən, mən deyim, din gözəldir, siz də təsdiq eləyəsiniz. Yox, onu bütün vücudunla hiss eləmək üçün gərək onun yolunu gedəsən. O yolu getmədən insan dinin ləzzətini anlamaz və anlamadığına görə də dinə naşükür olar və dini təqdim eləyə bilməz. Əslində müsəlmanların böyük mərəzlərindən, xəstəliklərindən, bəlalarından biri budur ki, din bizim üçün xoş və gözəl və ləzzətli bir şey kimi qəbul olunmayıb. Biz dini hərdən sadəcə məntiqimizlə qəbul edirik. Bəzən qorxudan dindar oluruq. Müxtəlif səbəblər var, amma dinin gözəlliyi bizi dinə cəzb eləmir. O gözəlliyi tam mənasında hamımız yaşayıb və yaşada bilmirik və başqalarına da göstərə bilmirik. Allah nəsib eləsə bu mövzunu inşallah gələn həftə davam eləyərik. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika vanhar. İnne şana'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Olunan xütbənin qəlblərimizdə təsir olmasına, hacətlərin, müşküllərin rəv olmasına, xəstələrin, xüsusən nəzərdə olan xəstələr var, cəmiyyə müsəlman xəstələrinin şifa tapmasına, Mövlamız Həzrət Əli əleyhissalamın müqəddəs və pak olan ruhuna salavat deyək. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi illahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء وعلى الحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. أوصيكم ونفسي بتقوى الله. Bugün Rəbiül Əvvəl ayının 1-ci günüdür. Rəbiül Əvvəl ayı Rəbi bahar deməkdir.
və mərifət əhli olan insanlar bu ayı bir həqiqi sözün həqiqi mənasında bir bahar kimi qəbul edirlər. Mənəviyyat bağında insanın sanki bir bahar yelidir bu ay. Və bu ayda əsasən iki mühüm hadisə var. O mühüm hadisələrdən biri Peyğəmbərin mövlududur inşallah. Bu aydadır. Ayın 17'si daha çox məşhurdur. Bəzi alimlərimiz ayın 12'si deyiblər və əhl-i sünnət alimlərinin də nəzərinə görə ayın 12'si Rəbiül-əvvəl ayının 12'si Peyğəmbərin mövlududur. Bizim alimlərin mütləq əksəriyyəti 17'si deyib, bəziləri 12'si də deyiblər. Ona görə də 12'sindən 17'sinə qədər vəhdət həftəsidir. Müsəlmanların məzhəblərinin birləşməsi üçün bu Rəbiül-əvvəl ayında o vəhdət həftəsinin də xüsusi önəmi var. Digər tərəfdən də İmam Həsən Əskəri əleyhissalamın şəhadətindən sonra İmam Zaman ağanın imamətə yetişdiyi gün kimi qeyd olunur. O da çox mühüm hadisədir və bu hadisələrin ikisinin arasında bir əlaqə var ki, İslam Peyğəmbəri Rəbiül-əvvəl ayında doğulub və İmam Zaman da imamətə çatıb. Əslində bu iki hadisənin bir-birindən əlaqəsi var. Yəni Peyğəmbərin missiyasını məhz İmam Zaman əleyhissalam tamamlayacaq və kamilliyə çatdıracaq. Bu mövzu ilə əlaqədar mən bir məsələyə toxunmaq istəyirəm. Həm Peyğəmbər bu işi görməyə çalışdı və müəyyən qədər müvəffəq oldu, həm də İmam Zaman inşallah bu işi görəcək. Peyğəmbərin başladığı bu əzəmətli işi sona çatdıracaq. O da budur ki, insanları cahillik zülmətindən elm nuruna çağırırdı. Dinin əsas işi budur. Hərdən deyirlər ki, din elmlə necə münasibəti? Biz sübutlar gətiririk, dəlillər gətiririk ki, din elmlə düşmən deyil. Halbuki dinin bütün mahiyyəti insanları cəhalət, nadanlıq zülmətindən çıxardıb elm nuruna qovuşturmaqdır. Və dinin bütün məntiqi budur. Ona görə də bugün də bu mövzuya toxunmaq istəyirəm. Dəyərlər sistemi var hər bir məktəbin. İslam dəyərlər sistemində insanın belə deyək, üstünlüyünün bir neçə kriteriyası var, bir neçə meyarı var. Ki, nə ilə insan üstün sayıla bilər? Hər fəlsəfədə fərqli yanaşma ola bilər. İslam hansı cəhətlərdən insanı üstün bilir? Onlardan biri də elmdir. İnsanın elm sahibi olması onu başqalarından üstün eləyir. Qul həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun. Allah Quranda sual verir. Denən, məgər bilənlərlə bilməyənlər eynidirmi? Bilənlərlə, alimlərlə cahillər birdirmi? Bu sual şəklində məntiq ortaya qoyur. Və ma yəstəvil ə'ma vəl-bəsir. Görənlə görməyən bir deyil. Və ma yəstəvil əhya vəl-əmvat. Diri ilə ölü bir deyil. Elmdən məhrum adamı ölü sayır. Elmli adamı diri. Elmi olmayan adamı kör sayır. Elmli adamı görən. Və bunları müqayisə eləyir. Elm dəyərdir, təməl dəyərlərdən biridir və insanın üstünlüyünü şərtləndirən cəhətlərdən biridir. Hər bir müsəlmanın doğulandan ölənə qədər elm oxuması vacibdir. İslamda təhsili başa vurmaq anlayışı yoxdur ki, təhsili başa vurdu. Belə bir anlayış yoxdur. Təhsil bitmir İslam nöqteyi nəzərindən. Rabbi zidni ilmən. Peyğəmbərə deyir, belə dua elə Quranda. İlahi elmimi artır. Bir halda ki, Peyğəmbər artırmalıdırsa, deməli son yoxdur. Nə qədər öyrənirsənsə, öyrənməlisən. Utlubul ilm minəl məhdi iləl-ləhəd. Elmi beşikdən qəbrə qədər buyurur, oxuyun, öyrənin. Elə bir nöqtə yoxdur elmdə ki, deyəm, day bəsimdir. Day bəsimdir, yoxdur. Bu bir böyük xəzinədir ki, insan bildikcə görür ki, heç nə bilmir. Getdikcə dərinə əslində öz cahilliyini etiraf eləyir. Ona görə həqiqi alimlər deyir, mən elm oxudum ki, nadanlığım artsın. Ayətullah Həsənzadə Amulinin sözüdür. Elə xoşuma gəlib bu söz. Deyir, çoxu elm oxudu, elə bildi, nəsə bildi. Mən oxuduqca başa düşdüm ki, heç nə bilmirəm. Ona görə deyirəm, ilahi, mənim nadanlığımı artır. Nadan olmağımı başa düşürəm. Bildikcə bilmədiyimi anlayıram. Elmim artdıqca imamlar dua eləyib, səcdəyə gedib, deyib, İrham əbdəkəl cahil. İlahi, cahil bəndəvə rəhm elə. Alim adı böyük addır.
İmam Cavad əleyhissalamdan biri soruşur ki, alimsən ya cahil? Deyir, cahil deyiləm. Aliməm demir özünə. İnsan nə qədər öyrənsə, iki alimin həyatında oxumuşam, deyir, can verirdi, o bir alim də başının üstünə gəlmişdi. Biri fəlsəfə sahəsində alimdir, biri fiqh sahəsində. Adlarını da yadımdan çıxartmışam, mən yadımdadır, bunu danışmışam sizə. Bu fəlsəfə alimi məşhur alimlərdən biridir. Məsələn, İbn Sina səviyyəsində olan alimlərdən biri. Can verir, o biri fiqh alimi onun başının üstündədir. Deyib, bu can verə-verə məsələ soruşdu, şəriət məsələsi. Dedi, filan şey necədir? Bu da ona məsələ dedi. Yanındakılar deyir ki, sən bu halda nə edirsən ki, bu məsələni biləsən? Dedi ki, bilib ölsəm yaxşıdır, ya bilməyib ölsəm. Bir şey bilmirdim, öyrənib ölsəm daha yaxşıdır. Deyir, məsələni deyir, o alim deyir, mən evindən çıxdım, ağlısı çıxdı ki, bu dünyasını dəyişib. Evindən elə təzə, hələ uzaqlaşmamışdım. Bu qədər din elmə təşviq eləyir ki, insan ölən anına qədər elmə həris olsun. Mala həris olmaqdansa elmə həris olsun. Harda olursa olsun, vələv bissin, hədis buyurur, Çində də olsa gedin dalıca. Mən bunu gənclərə xüsusən tövsiyə edirəm. Bu dinimizin tövsiyəsidir. Baxmayın, kafirdədir, mömindədir. Vələv ində müşrik. Hətta müşrik adamın da əlində olsa elm. Müşrikdən də olsa ged elmi öyrən. Mədəniyyətdə bizim başqa mədəniyyətin təsirinə məruz qalmağa haqqımız yoxdur. Amma elmdə yox. Elm kiməsə məxsus deyil. Elm ümumbəşəri dəyərdir və kimdən olsa onu öyrənmək ayıb sayılmır. Müşriklər gəlirdi, tarixdə bənzəri yoxdur. Əsir düşürdülər Peyğəmbərə. Deyirdi, 10 dənə müsəlmana elm öyrədən müşrik əsirlikdən azad olunur. Görün, ilk dövrlərdən Peyğəmbərin elmə verdiyi önəm belədir. Amma baxırsan, bugün ümmətinə adamın ürəyi qanla dolur. Bu cəhaləti, bu nadanlığı görəndə adam baxır ki, heyf o Peyğəmbərdən bizim kimi ümmət üçün. Heyf o Peyğəmbərdən. O qədər ki, çalışdı, bizə ziyalı bir ümmət yetişdirsin. Bütün imamlar bunun üçün çalışdı. Biz cəhalətə tərəf tez qaçırıq. Baxıram mən gəncləri maraqlandıran məsələlərə, baxıram onların təşkil elədiyi məclislərə. Mən bir din nökəri kimi, xidmətçisi kimi ürəyim çox narahat olur. Bizim üçün prioritet olan mövzulara, bizi maraqlandıran məsələlərə hərdən göstərirlər. Mən o sosial şəbəkələrdə müzakirə olunan məsələlər bu nadanlıqdan başqa, cəhalətdən başqa bir şey deyil. Biz İslam adına özümüzə yanlış bir dünya qurmuşuq. Çox Əleyhisselamın sözü var, demişəm keçmişdə, din zaman gələr ki, tərsinə geyilmiş kürk kimi olar. Tərsinə kürkü geyinərsənsə gülməli görünərsən. Bəs bədəni də qızdırmaz. Elə birinci bəhsimizə də aiddir bu. Dindən ləzzət ala bilmirik, dini əynimizə tərs geyinmişik, baxıb gülürlər bizə, cavab da tapa bilmirik deyək və nəylənsə onlara qəzəbimizi tökürük başqalarına. Dava eləməyə fürsət axtarırıq. Bir mövzu gələndə ki, bizi cəmaatdan ayırır o mövzunu qabartmağa çalışırıq. Ortaq nöqtədən çox oturub baxırıq görək, dava eləməyə nə var? Cəmaatla azığımızı tökək cəmaatın üstünə. Bax, belə bir vəziyyətdə gəlib, o əzəmətdə Peyğəmbərin ümməti, belə bir səviyyəyə gəlib çatıb. Amma Peyğəmbərin məqsədi mütərəqqi cəmiyyət yaratmaq idi. Baxın Peyğəmbərin həyatına, baxın onun imzaladığı sənədlərə, Mədinə müqaviləsinə baxın. Ən mütərəqqi sənədlərdən biridir ki, dini azlıqların haqqına qədər orada təsbit olunub o zamanda. Bu qədər mütərəqqi bir insan, mütərəqqi bir dinin ardıcılları belə bir vəziyyətdir. Hələ başqalarını demirəm ki, silah əlinə götürüb təkbir deyib düşüblər dünyanın canına. Hicablı deyəndə cəmaat qorxur ki, partladıb öldürəcək bizi. Namaz qılan görəndə cəmaat qorxur ki, bundan özümü qoruyum. Rəhmət mənbəyi olan, elm mənbəyi olan din bir qorxu vasitəsinə gəlib çevrilib. Kim eləyir bunu kənardan, oynan işimiz yoxdur. Biz niyə buna əsas yaradırıq ki, bizdən bunun üçün istifadə eləsinlər? Niyə görə biz buna vasitə oluruq öz əməllərimizlə? Peyğəmbərin mövludu ərəfəsində özümə borc bildim ki, bu mövzuya Rəbiül Əvvəl ayının 1-ci günüdür, bir daha təkrar toxunaq. Elm, zənginlik,
mənbəyidir. Elmi olan qədər insan mövcuddur. Əli əleyhissalam oğlu İmam Həsənə məktub yazır. Deyir, düzdür, mən qısa ömrüm var, vəsiyyətidir. Ömrüm qısa oldu, amma tarixi bilirəm deyə ömrüm tarix qədərdir. Yəni 100 ilin tarixini bilirsənsə 100 il ömrüm var. 200 il tarix bilirsənsə 200 il ömrüm var. 1000 il tarix bilirsənsə 1000 il ömrüm var. Elm insanın elə bil ki ömrünü artıran bir şeydir. Sanki o bütün o dövrləri yaşamış kimisən onu bildiyəcəm. Və bir ümmət elmi baxımdan tənəzzül eləsə, sərvətin nə qədər çox olursa olsun, başqasının köləsi olacaq. Gərək elmin ola ki, sərvətdən faydalana biləsən. Müsəlman aləmində sərvət bolluğu var, ondan istifadə eləmək bacarığı yoxdur. Odur ki, onun bunun əlinə baxır. Bu qədər sərvətlə, bu qədər zənginliklə. Elmi tənəzzülün mənfi nəticələridir. Və xüsusilə də imanlı gəncliyə üzümü tutub deyirəm. Bu iki dəyər bir-birinə qarşı qoyulanda faciə olur. Quran iki şeyə əmr eləyir. Va'budu va'lamu, va'budu va'lamu. İbadət edin, öyrənin. İbadət edin, öyrənin. Bu iki dəyər bir-birini tamamlayır. İbadət varsa, elm yoxdursa bir yerə çatmaz insan. Gedər Əlinin qatili olar, İmam Hüseynin qatili olar. Səcdənin yeri alnında yer eləmiş insanlar yadınızda saxlayın. Silah götürüb əlinə Əhl-i Beytə qənim kəsildilər. Əli əleyhissalam heç vaxt bu sözü demədi. Dedi ki, təkcə Nəhrivan döyüşündə dedi ki, gördünüz ki, qaçırlar, tutun, öldürün. Bunlar qalsa xəstəlik yayılacaq. Cəməldə demədi. Siffeyndə Muaviyə ilə döyüşəndə demədi. Muaviyə ilə döyüşəndə dedi, qaçanları azad qoyun. Amma Nəhrivanda nadan müsəlmanlarla döyüşəndə dedi ki, qaçanları təqib eləyin, qoymayın, biri də sağ qalsın. Bu elə bir mərəzdir ki, cəmiyyət tutulsa onu xilas eləmək mümkün olmayacaq. Buna söz kar eləmir. Bu nadanlığı özünə bir həyat tərzi olaraq seçib. Bu xəstə bir insandır. Ona görə də gəlib haqqın qarşısında sipər olub. Ona görə nadanlıq böyük bir bəladır və elm mütərəqqi bir dəyərdir, xüsusən mömin insan elmə sahib olması. İbadət və elm oxuyun. Bu Quranın əmridir. Bəziləri elmi şişirdir, ibadəti zəiflədir, bəzisi ibadəti şişirdir, elmi zəiflədir. İkisi də azğın yoldadır, ikisi də səhv yoldadır. Namaz qılmır deyim, mən elm sahibiyəm. Mənəviyyatsız elm də eyni dərəcədə faciədir bəşəriyyət üçün. Einstein özü dedi ki, kaş mən bu atomu kəşf eləməzdim. Özü peşman oldu ki, mən bir elmi kəşf elədim, bir dəstə canavar puskuda dayanıb ki, elmi bir kəşfi cəmaatın məhvi üçün ondan istifadə eləsinlər. Mənəviyyat da olmayanda elm düşür belə mənəviyyatsızların əlinə, o da başqa bir faciə yaradır. Elmi öyrənmək vacibdir, amma hansı elmi alimlər bölgə aparıb? Bir vacib şeyləri bilmək, bir müstəhəb olan, faydalı olan şeyləri və bir də dünyavi baxımdan cəmiyyətə lazım olan şeyləri. Elm deyəndə təkcə dini elm nəzərdə tutulmur, faydalı elm nəzərdə tutulur. Cəmiyyətə fayda verən hər hansı bir elmi öyrənmək vacibdir müsəlmanlara. Dünyavi elm olsun, tarix olsun, fəlsəfə olsun və yaxud dəqiq elmlər olsun, tibb olsun, hansı sahə olursa olsun, elm öyrənin deyəndə heç də ancaq Quran və hədis öyrənin nəzərdə tutulmur. Hərçənd ki, bunu da öyrənməyimiz lazımdır. Amma eyni zamanda mən bir daha üzümü tutub gənclərə deyirəm, hansı universitet tələbəsi olan gənclər dərsinə diqqət eləməyib, gəlir məsciddə səhərdən axşamacan oturursa, yaxud da ibadət eləməklə özünü Allahın yanında təmiz insan sayırsa, yanılır o insan. Tələbənin vacib boynunda şəri vəzifələrindən biri öz seçdiyi ixtisasa yiyələnməkdir. Bu vacibdir və bu təlqin olunmalıdır insanlara. Bu insanlara, gənclərə hamıya çatdırılmalıdır, vacib olaraq çatdırılmalıdır. Faydalı şeylər öyrənmək, lazım olanı danışaq. Mən bunu dəfələrlə demişəm. Çox din xadimləri var ki, düz danışır. Şərt təkcə düz danışmaq deyil. Düz danışmaq vacib şərtdir, amma yeganə şərt deyil. Şərt lazım olanı danışmaqdır. Amma lazım olanı danışan adamlarımız azdır. Yerində və nə lazımdır onu danışmaq. Bir alim deyir ki, Quran bir aptek kimidir, dərmanlar növbə-növ. Amma hərəyə lazım olanı seçib vermək lazım. Bütün dərmanları açson, xeyri olmaz ki, ziyanı olar. Yerində lazım olan sözü deyəsən. Harada nəyi demək lazımdır onu deyəsən. Mən demirəm,
özüm də həmişə düşünürəm, ən çox qorxduğum şeylərdən biridir ki, Allah deyər bu qədər cəmaatın vaxtını aldın, lazımlı söz deyə bildin yoxsa yox. Cəfər Təyyar gedib Həbəş kralına, Nəcaşiyə pənah aparmışdı müsəlmanlar. Xristiyan idi onlar. Taxta oturub gətirdilər, dedilər bu təzə müşriklər qovdu, bunlar xristiyanlara pənah apardı. Bu dedi ki, danış mənə dinindən görüm, nə danışacaqsan? Nədir sən, kimsən sən? Dedi, mənim peyğəmbərim var, o təzə din gətirib, insanları dinə çağırır. Dedi ki, nə dindir o? Hansı ayəni oxudu? Məsələn, oxuyardı, Bismillahirrahmanirrahim, Təbbət yəda Əbi Ləhəbin və təbb. Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Soruşar, bu Əbu Ləhəb kimdir? Deyər, bu peyğəmbərin əmsidir. Deyər, bu necə adamdır ki, onun nəzərindən desin. Gələn kimi öz əmsi ilə davaya başlayıb. Amma nə oxudu? Məryəm surəsindən ayələr oxudu. Həzrəti İsa barədə, Həzrəti Məryəm barədə. O deyir, taxtın üstündə valih qaldı. Keç, bizim kitabımız bu qədər onlar haqqında belə gözəl sözlər deməyib. Sonradan deyirlər, İslamı da deyirlər, yox, tarixdə var, İslamı qəbul elədi. Əbu Ləhəb surəsi də Quran surəsidir. Onun da öz yerində əhəmiyyəti var. Amma nəyi harda deyəsən, bu çox mühümdür. Hansı şəkildə, hansı tərzdə deyəsən, bu çox mühümdür. Faydalı sözdürmü? 2 rikətlə deyib 5-ci rikət arasında biri şək eləsə belə olar. Axı belə bir şək olmayıb indiyə qədər, 2 ilə 5 arasında. Mən eşitmişəm, inanırsınız ki, belə təbliğdə 2 ilə 5-in şəklindən danışır. Lazım olan sözü deyək, o fiqhi də danışaq, mütləq şəriəti də danışaq. İnsan şəri hökmlərini bilməlidir. Namazını səhv qılarsa başqa şeydən nə fayda götürə bilər? Şəriət hökmləri də deyilməlidir. Amma həddində lazım olan qədər, faydalı olan, bugün lazım olan məsələləri, şəriətimizdə qul azad eləmək məsələləri olub. İndi ki, bu aktual deyil. İndi artıq qul yoxdur ki, onu azad eləyəsən. Məsələn, deyirəm, nə lüzum var ki, bunu bu barədə oturaq bəhs eləyək. Bugün cəmiyyətə faydalı olan, lazım olan məsələləri daha çox insan qabartsa yaxşıdır. Və bir də elm öyrənməkdə niyyət önəmlidir. Bunu da deyib sözümü yekunlaşdırıram. 2 cür elm öyrənmək var. Biri var Allaha görə, bir də var dünyaya görə. Bir insan dünyaya görə elm öyrənirsə, məqsəd budur ki, məsələn, maşınım, evim, pulum, paltarım, geyimim olsun. Məqsəd budur. Bu niyyətə ya çatacaq, ya çatmayacaq. Elə razısınız da. 50-50-yədir. Çatacaq, yoxsa çatmayacaq. Mümkündür ki, çatmasın. Amma bir insan Allaha görə elm öyrənirsə, Allaha xatir öyrənirsə, axirət saadətini qazanmağına şək yoxdur. Dünyası da yenə 50-50-yədir. İndi ağıllı insan hansı niyyətə elm öyrənər? Allaha xatir elmi öyrən, dünya onsuz da 50-50-dir. Çatacaqsan ya çatmayacaqsan, bu sual altındadır. Amma Allaha görə elm öyrənən insan böyük fəzilətə çatır. İslam Peyğəmbəri buyurur, 1 saat elm məclisində oturmaq, Əbu Zərə deyir, səhabəsi Əbu Zərə, 1 saat elm məclisində oturmaq Allah yanında hər birində 1000 rikət namaz qıldığın 1000 gecədən, 1000 cihaddan, Quranı 12.000 dəfə xətm eləməkdən, 1 il gündüzlər oruç tutub gecələr namaz qılmaqdan üstündür. Bu Peyğəmbərimizin sözüdür. Görün, nə qədər önəm verib elmə. Kim evdən çıxıb elm öyrənmək məqsədi ilə getsə, bunu Peyğəmbər buyurmasa deməzdim. Hər addımına Peyğəmbərlərdən birinin savabı qədər savab yazılar. Elm dalıca çıxan insanın. Eşitdiyi və yazdığı hər hərfin əvəzində Allah ona cənnətdə bir bağ hədiyyə eləyər, bir neymət verər ona. Peyğəmbər hər vasitə ilə insanları təşviq eləyirdi elm öyrənməyə və nə yaxşı olar ki, insanın ləzzəti belə şeylərdən olar. Bunu çox demişəm sizə, Şeyx Nəsirəddin Tusinin həyatında yazırlar ki, nəyisə bir ona qaranlıq olan bir məsələni aşkar eləyəndə, kəşf eləyəndə o qədər ləzzət alırdı ki, evinin pəncərəsini açırdı, deyirdi ki, hardasınız dünyanın padşahları? Gəlin görün, mənim aldığım ləzzəti ala bilirsiniz. Şu padşah olmaqla, sərvətə sahib olmaqla deyir, ən böyük ləzzətlərdən bir insan üçün bilmədiyini öyrənməkdir, elmə sahib olmaqdır.
Allah bizi elm sahibi olan bir ümmət qərar versin inşallah. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-a'azzil ecellil ekram ve bil Huseyni ya Allah 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Xəstələrimizə şifa mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımıza haqqa hidayət elə. Bu məclisdə iştirak edənlərin nə dərdləri var, nə hacətləri var, Peyğəmbər əli ilə həll elə. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Dünyanın hər yerində İslama, müsəlmanlara xidmət eləyənləri müvəffəq elə. İslamla, müsəlmanlarla düşmənçilik eləyənləri zəlil elə. Müsəlmanların qanın tökənlərə lənət elə. İşğal altında olan Qarabağımızı düşmən tapdağından azad elə. Bu torpaqların azadlığı üçün canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Torpaqlarımızın keşiyində dayanan əsgərlərimizi yerin göyün bəlasından hifz elə.